Zəhra böyük bir travma almışdı məktəb müəlliməsindən. Bunu da valideynləri bilmirdi. Sinifdə ümumiyyətlə uşaq qalmadı. Cəmi 9 uşağı qalıbmış həmin o müəllimənin sinifində. Zəhra həmin o sinifdə qalan uşaqlardan biri idi. Həmin o 9 uşaqdan biri olub. 4-cü sinifə qədər valideynlərinə bildirmədən, yəni hansı ki müəllimə orada göstərdiyi şiddətin qarşısını ala bilmədiyi üçün hər dəfə deyilmiş ki, valideynlərinizə desəz başınızı zibil qutusuna salacağam. Hətta deyəsən salırmış, siçanlarla qorxuzurmuş ki, sizi siçanların yanına aparacağam. Anaya bildirdim ki, məktəbi dayandıraq və buna daha sağlam bir mühit təşkil eləyək də, yəni uşaq daha xoşbəxt olsun. Ana bildirdi ki, müəllimə, yanvardan eləyərik də, indi dedi ilin sonudur. Zəhra komaya düşdü. Birdən-birə evdə qızdırmadan komaya düşdü və Zəhranı xəstəxanaya ancaq çatdırdılar. Sən demə, Zəhra uşaqlıqdan gizli şəkər olub. Valideynlərin qorxudan olub, bu bilməyiblər, valideynlərin məlumatı olmayıb. Bir uşağın həyatını bax müəllim bu şəkildə məhv etdi. Uşaqlarınıza boş yanaşmayın. Uşaq əgər bir yerdən, bir mühitdən narahatdırsa, əmin olun ki, nəsə var orada. Zəhra